Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən xeyriyyətçi və nüfuzlu şəxsiyyətlərindən biri olub. Bugün sizə onun haqqında 5 maraqlı faktdan danışacağım. Fəhlədən milyonçuluğa yüksəldi. Tağıyev yoxsul ailədə doğulmuşdu və uşaq yaşlarında fəhlə kimi çalışırdı. Lakin o ağıllı sərmayələri və neft biznesindəki uğurları sayəsində Bakının ən zəngin adamlarından birinə çevrildi. Qızlar üçün ilk dünyəvi məktəbi açdı. O 1901-ci ildə müsəlman qızlar üçün ilk dünyəvi məktəb açaraq qadın təhsilinə böyük önəm verdi. Hətta valideynlər uşaqlarını oxutmaq istəməyəndə o onlara pul belə verirdi ki, fikirlərini dəyişsinlər. Azərbaycanın ilk qadın həkimi Nigar Şıxlinskaya, maarifçi və pedaqoq Məlikə Baharlı, Azərbaycanda ilk qadın jurnalist Şəfiqə Əfəndizadə onlardan biri olub. Bakının su problemini həll etdi. 19-cu əsrdə Bakıda içməli su çatışmazlığı böyük problem idi. Tağıyev öz şəxsi hesabına şollar su kəmərini çəkdirdi. Bu da Bakının su təchizatını kökündən dəyişdi. Çoxlu xeyriyyəçilik işləri gördü. O yalnız Azərbaycanda deyil, bütün müsəlman dünyasında elm və təhsilin inkişafına dəstək verirdi. Məktəblər, teatrlar, xəstəxanalar tikdirir, gəncləri xaricdə oxumağa göndərirdi. Türkiyə, Rusiya, İran, Gürcüstan bu ölkələrə daxildir. Sovetlər onun sərvətini əlindən aldı. 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra Tağıyevin bütün mülkləri müsadirə olundu və o ömrünün son illərini ağır maddi çətinliklər içərisində keçirdi. O təkcə zəngin iş adamı deyil, həm də xalqına böyük töhfələr vermiş şəxsiyyət idi.